Qida Təhlükəsizliyi Agentliyinin yeni məlumatı var. Belə ki, heyvan bazarlarında məhdudiyyət olacaq, bağlanacaq və ayın 25-dən bu nəzərdə tutulub. Nə zamana kimi davam eləyəcək, bununla bağlı da məlumat verməyə çalışacağıq. Qeyd eləyək ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından rəsmi məlumat gəlib. Heyvanlar arasında təhlükəli yoluxucu xəstəliklər yayılıb. Elə bu baxımdan da Azərbaycan üçün də müəyyən təhlükələr yaşanır. Çünki sağlam heyvanla yoluxucu xəstəlik daşıyan heyvanlar bir yerdə daşına bilər, yəni aparılıb gətirilməsi istiqamətində. Ona görə də bu təhlükə daha da böyüyür. Qeyd elədiyimiz kimi Azərbaycan üçün də müəyyən təhlükələri var. Söhbət ümumiyyətlə belə deyək, hansı xəstəliklərdən gedir, hansı təhlükələrdən gedir və eyni zamanda heyvan bazarlarında məhdudiyyət nə zamana kimi davam eləyəcək. Bununla bağlı elə Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin rəisi Elşad bəy yanımdadır. Elşad Cəbrayılov bu barədə məlumat verəcək. Elşad bəy, eşidək bu istiqamətdə olan informasiyanızı ki, belə deyək, həmin bu məlumatda maraqlı olan izləyicilərimiz də bilsin. Təşəkkür edirəm. Qeyd etdiyiniz kimi artıq Agentliyin Baş Baytar Müfəttişi tərəfindən müvafiq qərar imzalanıb. 25 oktyabr tarixindən ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarının fəaliyyəti məhdudlaşdırılır. Müvəqqəti olaraq bu məhdudiyyətin qəbul edilməsi məqsəd qeyd etdiyiniz kimi Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına əsasən dünyada həm də regionumuzda bir sıra xəstəliklər müşahidə edilməkdədir və bu xəstəliyin əsas səbəbi mövsümi dəyişikliyi və regional ölkələr arasında baş verən ticarət əlaqələrində həmin heyvanların daşınmasında yaranan xəstəlik əlamətlərlə bağlı ola bilər. Bundan irəli gələrək ölkə ərazisində biotəhlükəsizliyin təmin edilməsi, heyvan sağlamlığının qorunması məqsədi ilə müvafiq qərar imzalanıb. Bildirim ki, heyvan bazarları müvəqqəti olaraq məhdudlaşdırılıb. Çünki məlumat üçün bildirirəm ki, Qida Təhlükəsizliyi Agentliyinin kollegiya qərarı qəbul olunub ki, həmin kollegiya qərarına əsasən heyvan bazarlarına dair tələblər müəyyənləşdirilib. Tərəfimizdən bununla bağlı monitorlar həyata keçirilib və demək olar ki, müvafiq bizim kollegiya qərarının tələblərinə uyğun olmayan heyvan bazarlarının fəaliyyət göstərdiyi müşahidə edilmişdir. Bundan irəli gələrək də həmin heyvan bazarları bizim texniki normativ aktın tələblərinə uyğunlaşdırıldıqdan sonra onların fəaliyyətinə icazə veriləcəkdir. Qeyd etmək istəyirəm ki, ölkə ərazisində hər hansısa bir heyvan satışının və yaxud da ki, kəsimin qadağan edilməyib. Yəni, heyvanlar bizim agentlik tərəfindən təsdiq edilmiş kəsim məntəqələrində kəsilərək müvafiq baytarlıq sənədi əldə etdikdən sonra həmin sahədə fəaliyyətini davam etdirə bilərlər. Məhdudiyyətin nə zaman bitəcəyi hələ ki dəqiq deyilmi? Xeyr, dəqiq deyil. O vaxt aradan qaldırılacaq ki, qeyd etdiyim kimi həmin bazarlar öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdıracaqlar ondan sonra. Təşəkkür edirəm detallı məlumatlar üçün.